Dünyanın en məşhur mesajlaşma platformalarından biri olan Telegram'ın kurucusu Pavel Durov Rusiya tərəfindən beynəlxalq axtarışa verilib. Rusiya Federal Təhlükəsizlik Xidməti Durovu terror fəaliyyətinə yardım göstərməkdə ittiham edir. Qurumun iddiasına görə Telegram rəhbərliyi Ukrayna xüsusi xidmət orqanları, terror və ekstremist qruplar tərəfindən istifadə edildiyi deyilən bəzi kanalları, chatları və botları silməyib. Rusiya tərəfi bu platformalardan təxribatların, hücumların və kibertələduzluq hallarının təşkilində istifadə olunduğunu bildirir. Bunlar hələlik Rusiya qurumlarının irəli sürdüyü iddialarda və məhkəmə hökmü ilə təsdiqlənmiş faktlar deyil. Pavel Durov hazırda Dubayda yaşayır. Telegramın isə dünyada 1 milyarddan çox istifadəçisinin olduğu bildirilir. Durov və şirkət yeni iddialarla bağlı hələ rəsmi açıqlama verməyib. Bu hadisə Telegramın gələcəyi və Rusiyada platformaya qarşı məhdudiyyətlərin daha da sərtləşib, sərtləşməyəcəyi ilə bağlı yeni suallar yaradıb.